Saatın saat və dəqiqə əqrəbi arasındakı bucaq düsturu necə tapılır? Gəlin izahına baxaq. Deməli, saatda saat əqrəbi kiçik əqrəb tam bir dövr etməsi 360 dərəcə irəliləməsi deməkdir və tam dövr zamanı 12 saat tamamlanır. Saat əqrəbi üçün yazaram ki, 12 saat irəliləməsi 360 dərəcə əmələ gətirir. Və buradan 1 saat ərzində nə qədər irəlilədiyini tapmaq üçün hesablasaq x bərabər olacaq 360'ı 12'ye böləndə 30 dərəcə. Yəni biz tapdıq ki, saat əqrəbi 1 saat ərzində 30 dərəcə irəliləmiş olur. Onda misalda bizə istənilən s saat verilsə, əgər 1 saata 30 dərəcədirsə, məsələn 2 saata 60 dərəcə, 3 saata 90 dərəcə, yəni verilən saatı 30'a vurmalıyıq. Əgər s saat verilibsə, 30 s dərəcə deyə bilərik ki, bu qədər irəliləmiş olacaq. İndi isə dəqiqə əqrəbinə baxaq. Dəqiqə əqrəbi uzun əqrəb, onun da tam dövr etməsi 360 dərəcə irəliləməsi deməkdir. Dəqiqə əqrəbi tam dövr edəndə 1 saat tamamlanır. Yəni 1 saatda 60 dəqiqə deməkdir. Dəqiqə əqrəbi 60 dəqiqə irəliləyəndə 360 dərəcə tamamlanır və 1 dəqiqə ərzində neçə dərəcə irəliləyəcək onu tapaq. Buradan da həll eləsək x bərabərdir. Hesablayanda tənasüb düz mütənasibliklə hesablayırıq və 6 dərəcə olacaq. Biz tapdıq ki, dəqiqə əqrəbi 1 dəqiqədə 6 dərəcə irəliləyir. Bəs bizə istənilən d dəqiqə verəndə onu tapmaq üçün deməli dedik ki, 1 dəqiqə üçün 6 dərəcə irəliləyir. İstənilən d dəqiqə üçün də uyğun olaraq 6d dərəcə irəliləmiş olacaq. İndi isə əsas məqam saat əqrəbinin hərəkətində bir şeyə diqqət etməliyik. Deməli, saat əqrəbi məsələn 1-dən 2-yə gəlməsi dəqiqə əqrəbinin irəliləməsindən asılıdır. Yəni dəqiqə əqrəbi irəlilədikcə saat əqrəbi də yavaş-yavaş yerini dəyişir. O səbəbdən saat əqrəbinin hərəkətinin dəqiqədən asılılığını tapmalıyıq. Biz demişdik ki, saat əqrəbi 1 saatda 30 dərəcə irəliləyir. 1 saat nə deməkdir? 60 dəqiqə. Yəni saat əqrəbi 60 dəqiqə ərzində 30 dərəcə irəliləyir. Bəs 1 dəqiqə keçəndə saat əqrəbi necə hərəkət edir? Bunu da həll eləsək, x bərabərdir 2'də 1 dərəcə olacaq. Və bizə verilən, istənilən d dəqiqə üçün bunu necə yaza bilərik? Yaza bilərik ki, əgər 1 dəqiqədə 2'də 1 dərəcə oldusa, istənilən d dəqiqə ərzində də 2'də 1 vurulsun d dərəcə irəliləmiş olacaq. Yəni, saat əqrəbinin irəliləməsinə baxsaq, orada biz dedik ki, verilən saat üçün 30s'dir və verilən dəqiqə üçün də 2'də 1 d olaraq irəliləmiş olacaq. Yəni bu ikisini birlikdə götürməli oluruq. Dəqiqə əqrəbi üçün isə sadəcə d dəqiqə ərzində 6 dərəcə irəliləmiş olacaq. İndi gələk əsas məqama. Bu iki əqrəb arasındakı bucağı tapmaq üçün hər əqrəbin nə qədər irəlilədiyini taparaq onlar arasındakı fərqi hesablaya bilərik. Saat əqrəbinin irəliləməsi üçün nə yazmışdıq? 30s və 2'də 1'dir. Və dəqiqə əqrəbi üçün isə sadəcə 6d yazmışdıq. Bunları çıxmalıyıq. Buradan hesablama aparsaq, ortaq məxrəc 2. 2'yə vurarıq hər tərəfi. 2'də 1 var. Buranı isə 2'yə vursaq, nəticədə tapırıq ki, 2'də burası 60s dərəcə və son olaraq burada 1d'dən 2 vuraq 6, yəni 12d çıxanda, 1'dən 12 çıxanda alınır -11'dir. Nəticədə biz tapdıq ki, 60s çıxılsın 11d bölünsün 2. Bu fərq, bucaqların fərqi dərəcə mənfi ədəd olmadığı üçün biz bunu modulda yaza bilərik. Həmçinin 11d çıxaq 60s bölünsün 2 formasında da yaza bilərik.